23-cü test tapşırığı da yenə mətn testi ilə bağlıdır. Burada deyilir, fikirlərdən hansı düzdür? A variantı deyilir ki, mətndə əsas nüsxələrin yalnız zərf işlənməmişdir. Diqqətlə yanaşsaq, elə məhz birinci cümlədə insanlar hələ, yəni hələ sözü birinci cümlədəki zərfdir, demək mətndə zərf də vardır. Mətndə yalnız müəyyən miqdar say işlənmişdir. Düzdür. Səscə 4-cü cümlədə işlənən say müəyyən miqdar saydır 88, 5-ci cümlədə işlənən say 47 müəyyən miqdar saydır, amma mətndə qeyri-müəyyən miqdar sayda vardır. O da 3-cü cümlə ilə məhz qeyri-müəyyən miqdar sayla başlanır. Bir çox bürclərə. Bu da buradakı bir çox sözü qeyri-müəyyən miqdar saydır. Demək, bir variantda testin səhv cavabıdır. Mətndə həm məlum, həm də məhsul növdə olan feillər işlənmişdir. Bəli, testimizin məhz düzgün cavabı budur. Baxaq, ulduzlar öyrənmək üçün ulduzlu səma 88 bürcə bölünmüşdür. Bilmirik kim tərəfindən bölünüb, məhsul növdə olan feil və yaxud da bir çox bürcələrə əfsanəvi qəhrəmanlar adı verilmişdir. Yenə məhsul növdə olan feil, amma məsəl üçün müşahidə etmişlər, məlum növdə olan feil, adlandırmışlar, məlum növdə olan feil, gətirdiyi, məlum növdə olan feil və s. D variantına baxaq, mətnin bütün cümlələrin əvəzi işlənmişdir. Məsələn, 5-ci cümlədə əvəzlik yoxdur. Ümumiyyətlə demək olar ki, mətnin bütün cümlələrində əvəzlik yoxdur. Mətndəki bütün sözlərin həm leksik, həm qrammatik mənası var. Bu o deməkdir ki, yəni mətndəki bütün sözlər əsas nitq hissəsinə daxildir. Yəni mətndə köməkçi nitq hissəsinə daxil olan söz yoxdur. Amma mətndə məsələn ulduzları öyrənmək üçün qoşması var, demək mətndə köməkçi nitq hissəsi də var. Yunan əsatirlə ilə qoşması var, demək mətndə köməkçi nitq hissəsi də var və s. və ilə axıra. Testimizin doğru cavabı C variantı.